Bu xalat sadəcə bir geyim deyildi. 1964-cü ildə çəkilən bu film gələcəyi bizə illər əvvəl göstərmişdi. Sehrli xalat bilmədiyiniz tərəfləri ilə hazır olun başlayırıq. Sehrli xalat 1964-cü ildə çəkilmiş Azərbaycan kinostudiyası Azərbaycan Film tərəfindən istehsal olunan fantastik komediya filmidir. Film Sovet dövründə kino sənətində uşaq və yeniyetmələr üçün çəkilmiş nadir fantastika nümunələrindən biridir və indi də tanınmış klassik hesab olunur. Siz xoşbaxt zamanda yaşayırsınız. Belə bir şən həyatı keçmişdə uşaqlar yalnız xəyallarına gətirə bilərdilər. Əsrlərlə hökmdar xanların məskəni olan sarayda gənc pionerlər yubiley bayramı keçirirlər. Çəkildiyi il 1963-1964. Rejissor Əli Səttar Atakişiyev. Senari müəllifi Aleksandr Tarasov və Əli Səttar Atakişiyev. Film bir qrup pionerin gündəlik macəraları ətrafında cərəyan edir. Onlar məşhur illüzyonist Yokio tərəfindən təqdim olunan sehrli xalatla keçmişə və gələcəyə səyahət edirlər. Hər səfər uşaqlara həyat, texnologiya və vaxtın necə dəyişdiyini başa düşməyə kömək edir. Bu isə filmə həm əyləncəli, həm də dərs verici təsir verir. Film balaca və böyük rollarda bir çox görkəmli aktyoru bir araya gətirib. Azər Qurbanov, Rəşid, Pioner. Solmaz Hətəmova, Zərifə. Kolya Loginov, Petya. Yusif Şeyxov, Eldar. Əliağa Ağayev, Xan. Anatoli Falkoviç, Yokio, illüzyonist. Möhsün Sənani, Möhsün Ağayev. Ağa Hüseyn Cavadov, vəzir. İsmail Osmanlı, vəkil. Hüseyn Ağa Sadıqov, vəzir. Lütfi Məmmədbəyli, Eynulla müəllim və başqaları. Əgər xalatın yaşıl üzünü geyib, bu tilsimi oxusanız, Ayravana, Ayravana, Chandrika, Chitrakuta, Chitrakuta, İşvara. Az bilinən və maraqlı faktlar. Fantastika elementləri öncədən görünüb, filmdə təsvir edilən bəzi texnologiyalar, videomagnitofon, videokamera, planşet, hətta kosmik səyahət çəkildiyi dövrdə fantastika idi. Amma bir neçə il sonra real oldu, məsələn, Ayın Fəthi. Uşaqlar üçün lider film, filmin ilk yayımlandığı ildə SSRI boyunca təxminən 10 milyon baxış toplayıb və tətil günlərində çox kanallar tərəfindən nümayiş etdirilib. 50 və daha çox illik yubileylər, filmin 50 illiyi kimi yubileylər keçirilib və aktyorlar, o cümlədən rejissor diqqətlə yad edilib. Rəşid, sən danış. Otur. 1959-cu il aprelin 4-də Sovet İttifaqından Aya bizim kosmik raketimiz göndərilmişdi. Bu raket 65.200 kilometr məsafədən Ayın bizə görünməyən tərəfinin foto şəklini birinci dəfə olaraq çəkmiş. Sehrli xalat əslində nəyi simvolizə edirdi? Çoxları filmi sadəcə fantaziya kimi xatırlayır. Amma xalat sehr deyil, simvoldur. O, seçim azadlığını və məsuliyyəti ifadə edir. Xalatı geyinən uşaq istədiyi yerə gedə bilir, amma gördüklərindən sonra anlayır ki, hər istək doğru seçim demək deyil. Bu mesaj Sovet dövrü üçün çox cəsarətli fikir idi. Film gələcəyi təsadüfən göstərməmişdi. Filmdə görünən bəzi anlayışlar, uzaqdan görüntülü danışıq, gələcək texnologiyalar, fərqli zaman anlayışı. Çəkildiyi dövrdə bunlar fantastika idi. Gələcək sizin düşüncənizdən başlayır mesajı verirdi. Uşaq aktyorlar filmə necə seçilmişdi? Az bilinən faktlardan biri də budur. Uşaq rolları üçün yüzlərlə məktəbli yoxlanılıb. Seçimdə təkcə gözəl danışıq yox, təxəyyül gücü və təbii davranış əsas götürülüb. Ona görə uşaqlar rolda aktyor kimi yox, real uşaq kimi görünür. Çəkiliş zamanı uşaqlara film tam izah edilmirdi. Maraqlı tərəfi budur ki, bəzi səhnələrdə uşaqlara "İndi bunu görüb təəccüblənin" deyilirdi. Amma nə görəcəklərini bilmirdilər. Bu da reaksiyaların real alınmasına səbəb olub. Böyüklərin filmi, amma uşaqlar üçün gizlədilmişdi. Filmdə böyüklər üçün gizli mesajlar var. Zamanın dəyəri, tələskən qərarların nəticəsi, hər arzunun xoşbəxtlik gətirməməsi. Uşaq bunu macəra kimi görür, böyük isə dərs kimi anlayır.
Gel sen mənə bunun sirrini aç. Mən də sənə böyük bir ənam verim. Musiqi təsadüfi seçilməyib. Filmdə musiqi çox ön planda deyil, bu bilərəkdən edilib. Çünki rejissor istəməyib ki, musiqi sehr hissini yox etsin. Səssizlik və fon səsləri nağıl ab-havasını gücləndirir. Film niyə illərlə aktuallığını itirmədi? Çünki konkret dövrü yox, insan düşüncəsini danışır. Texnologiya dəyişir, amma maraq, xəyal və seçim mövzusu dəyişmir. Möhsün dayı, sizsiz? Bəs xan hani? İndi bizim zamanədə xan hardaydı? Axı xan buradaydı. 2 qutu barıt da gətirmişdi. O qutular hardadır? Oradadır. Gedək onlara baxaq. Gidin. Budur qutular. Əziz dostlar, əgər siz də Sehrli Xalat kimi maraqlı filmlərin pərdə arxasını öyrənmək istəyirsinizsə, kanalımıza abunə olun. Gələn videolarda daha çox sir və faktları sizinlə paylaşacağıq. İstəyirdim biləm aranızda ən ürəkli və qoçaq kimdir? İndi bildim ki, vətəninizi dünyada hər şeydən artıq sevirsiniz. Belə gözəl uşaqların yaşadığı ölkə misilsizdir. Yok baba. Bəs o qoca kişi, uşaqlar, vəzirlər, fərraşlar hardadır? Onları görmək istəyirsiniz? Gəlin bura.